الأحياء منكم والأموات وإلى روح المرحوم المحفور المعروف لا سيما المرحومين المحفورين المحفورين Əziz şəhidimiz Zülfətin və onun simasında cəm şəhidlərin Hak Muhammed və Allah Əziz həmvətənlər, bugün Mart ayının 13-südür. Əziz şəhidimiz mənim oğlum Mövlud günüdür, ad günüdür. Biri 1996-cı il təvəllüdlüdür, digəri isə 2002-ci il. Amma doğum günləri ikisində də 12-si var. Allah onların ikisinə də və onların simasında sizlərin də və digər şəhidlərimiz ki var, nə qədər şəhidlər vermişik bu yolda, hamısına Allah rəhmət eləsin. Biz dini mənsubiyyətimiz İslam dinidir. İslam dinində çox böyük önəm verilir, çox böyük dəyər verilir şəhidliyə. Məhəmməd Füzuli kimi bir şəxsiyyət, hansı ki, onun əsərləri bugün də bizim görün ki, professorlarımız, akademiklərimiz oxuyur. O deyir ki, mən neynirəm o dini ki, o dinin şəhadəti yox. Yəni, mən o dinin neynirəm, sən tərifləyirsən, o dində şəhadət yox. Allah üçün, yəni canından keçən, qanından keçən bir varlıq yox. Bax, bunu deyir. Digər yerlərdə də çox işarələr edir buna. Qur'an-ı Kərimdə deyir, onu heç vaxt ölü deməyin, o Allah yanındadır, diridir. Şərəfli yol keçiblər, həqiqətən də qəhrəmanlıq göstəriblər. 30 ilin ən deyək ki, belə qaymaqları, ən üstünləri oldular. Nə mənada? O mənada ki, 30 ildə əlimiz çatmayan bir divarı da, daşı da, o qayanı da qaytardılar. Hissə qabağa getdilər. Əziz şəhid anaları, Allahdan sizlərə səbir diləyirəm. Əlal-xüsusi Rüfətin valideynlərdən, buradan Allahdan səbir diləyirəm. Dözümlü olun. Hadisə, qismət, indi nə deyirsiniz deyin, gəldi belə bir sonluqla bitdi. Gəlin bu aliyə, bu ailənin simasında, bütün şəhid ailələrinə Allahdan səbir diləyir. Allah xalqımızı, elimizi, cəmaatımızı, dövlətimizi qoyursun. Allah bayrağımızı qoyursun. Yağda xoşum gəldi, günorta gəlmişdim burada. Mən çox hörmət edirəm ona. Elbrus Qayalı həmişə bir şey deyir, o bayrağım. Yəni adama çox orada təsir edən səhnələr var. İnşallah ki, mənim sözüm bu qədər. Əgər çıxış eləmək istəyən varsa, Esmira Günəş bura deyirsən, ya ona saxlayırsan, bilmirəm, öz işindir. Sən deyil, siz dediniz ki, Məhəmməd Füzulini hələ də oxuyurlar, illər əvvəl yaşamasına baxmayaraq. Biz bugünkü dövrdə tanıyırıq. Bu dəfə fərqli bir kitabla gəlmişəm, qəhrəmanımın görüşünə. Ona doğum günü hədiyyəm olsun. Bu dəfə onun haqqında yazılarım xarici dövlətdə. Həm ərəb fars dilində, həm də bizim doğma dilimizdə. Azərbaycan dilində nəşr olundu. Torpağın aşıqları adında Təbrizdə yayınlandı. Eləcə də o taylı Azərbaycan deyək də. O taylı Azərbaycan bir çox bölgələrində universitetlərə paylanıldı bu kitab. Mənim qəhrəmanım təkcə bizim qəhrəmanımız deyil. O,
bütün dünyanın tanıdığı, bütün dünyanın qiftə elədiyi hünərinə, qəhrəmanlığına, igidliyinə heyran olduğum bir qəhrəmandır. Bugün doğum günüdür. Yaşasaydı, bu günü bəlkə toyu olmuşdu, bəlkə övladları olmuşdu, bəlkə də öz ailəsinin içində qeyd eləmişdi bu günü. Amma bu günü biz onsuz qeyd eləyirik, cənnətdə qeyd eləyir. Dəyişməyən mövludu mübarək olsun. Allah atasına, anasına, bala dərdinə dözə bilməyən afət anama səbir versin. Ən əsası isə bütün dualarımız onun adı sağlamlığına tam olaraq qovuşsun inşallah. Və onu da vurğulayım ki, afət ana, zəhmət olmasa gələ bilərsən, mən kitabı sənə təhvil vermək istəyirəm. Dünən Neftçaladaydım. Qəhrəmanımın doğum gününü dünən Neftçalada qeyd elədik. Heydər Əliyev mərkəzində xatirəsinə həsr olunmuş kitablarımın təqdimatı da keçirildi. Və orada da rüfətlə bağlı söhbətlər oldu. Kitabı hədiyyə olundu. Neftçala sakinləri də qəhrəmanımı daha yaxından tanıyacaq. Allah sizdən razı olsun. Təşəkkür edirik. Bilməyənlər üçün deyək ki, artıq bu neçənci kitabdır ki, ümumən Esmira xanım bunun üzərində tamamlayıb da, ondan sonra təqdimat da keçirdib, özü də bu sahənin bir ali təhsilli bir, necə deyək ki, mütəxəssisidir. Ona da bu yaradıcılıqda uğurlar diləyirəm. Ümumən elə mən həmişə deyirdim ki, orada baxıram, kadra düşməyən şeirlər var, deyir ki, yazardım, yəni pozardım bir o yazdığım şeir qəzəlləri. Onları ki, mən göz yaşımla yazmışam, onları silərdim. Yerinə elə misralar yazardım ki, insanları xoş əhval-ruhiyyə gətirsin. Yəni, arzulayıram ki, nə vaxtsa indi ola bilər, imkanlar yanılacaq və bu sahədə də xidmətlərimizi göstərərsiniz. Amma kifayət qədər rəşadətli şeirlər yazılıb, bax belə xanımlar tərəfindən, mübariz şeirlər yazılıb. Mən Hacı Əhməd olaraq o qədər yazmamışam. Niyə? Dərdli qəmli bir insanam, belə müsibət çəkmişəm. Onu öyle görürsünüz ki, o keçən dəfə bax fikir verdiniz. Mən məsəl üçün bir yerdə qulaq asmışdım ona. Eyni ilə elə orada bir şey yoxdur, yəni oğurlamaq zat söhbəti də yoxdur. Baxıb bir dəfə dinləsəm, oradan bir məntiq çıxardarıq. O da məndə bunu kifayət qədər ədəbiyyatı bilənlər asan başa düşürlər. Görürsünüz ki, buludlar arasında uçan, beyaz, göyərçin kimi küləkdə, yağışda sənə tərəf uçmuşam. Nə sən geri dönmürsən, nə mən sənə çatmıram. Səni axtarmaqdan əldən düşüb yorulmuşam. Allah şəhidimizə rəhmət eləsin, Allah səbir versin. İndi başqa danışmaq, çıxış eləmək istəyənlər varsa, bax görürsünüz, cavan xanım da Allah saxlasın, bax ürəklidir, cəsarətlidir, sevincdir. Dedi, sözün üstündə də durdu. Banalar, yəni burada utanmaq, çəkinmək, bacı qardaşlıqdır. İnşallah uşaqlar hamısı burada yan bayana dərs olacaqlar. Buyur Mahir onda bir dənə çox. İlk oralardan oxuyun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك واستغفره إنه كان توابا بسم الله الرحمن الرحيم تبت يدا أبي لهب وتب ما أغنى عنه ماله وما كسب سيصلى نارا ذات لهب وامرأته حمالة الحطب في جيدها خلق ومن شر غاسق إذا وقب
ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد بسم الله الرحمن الرحيم قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. اللهم صل على محمد وآل محمد إلهي بنبي عربي ورسول مدني وأخيه أسد الله مسمى بألي وبزهراء بطول وبأم ولدتها وبسبطيه وشبليه هما نسل الزكي وبسجاد وبالباقر والصادق حقا وبموسى وعلي وتقي ونقي وبذن أسكر والحزة القائم بالحق الذي يضرب بالسيف بحكم نازلي وعليكم صلوات وسلام ألفا بليال ونحار وغداة وعشي أجب الآن دعانا وترحم حزران واغذ حاجات لنا كل إله بنبي وتقبل بقبول حسن رب دعانا بمحمد وعلي وولي ووصي وصل على أشرف الأنبياء والمرسلين والحمد لله رب العالمين. اللهم صل على محمد وآل محمد. اللهم اغفر لنا ولوالدينا ولجميع المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. Cəmi şəhidlərimizin ruhu şad, əziz şəhidimiz Rüfət qardaşımızın ruhu şad və bil Fatihə ma'as salavat. Allah rahmet eylesin diye, Allah sabırlar versin. Allah bu şehidin megamını uca eylesin. Onun simasında bütün şehitleri Allah rahmet eylesin. Allah sabırlar versin. Allah kömək edin. Allah razı olsun. İnşallah. Teşekkür ederim. Allah razı olsun. Allah kardeşliğin megamını uca eylesin. Şəhid ailələri və digər ki, bizim qohumlar, qonşular, dostlar, yoldaşlar. Əvvəla deyəcəm ki, zəhmət çəkmişsiniz, deyəcək ki, boynumuzda haqdır. Burada elə şəhidlər olur ki, ancaq görsən 2 dənə, 3 dənə, 4 dənə adam olur, o boyunda haqq görsənmir. Yəni, bunu belə deməyik, əziyyət və zəhmətimiz var. Kimi görürsən ki, hardan haram məsafəni qət edib gəlir. Buna görə də sizə minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Bax, bilirsiniz ki, mart ayının 12-sində ki, bu uşaqların, məsəl üçün, burada 3 dənə şəhidimiz var, onların mövlududur. Ondan sonra oktyabr, noyabr, sentyabrın axırından düz dekabr, yanvaracan şəhidlərimizin il mərasimidir ki, onda səfərbərlik kimi hamı yığılır, iştirak edir. Orada ola bilər, kiminsə imkanı neysə çatır, kiminsə imkanı onun neysə çatmır. Kimisə imkanı var, amma vaxtı və onun müəyyən zamanı yoxdur ki, onları bir yerə yıxsın, onları da başa düşürük. Bir hər halda ki, bax, gəlirsiniz, ailəyə dəstək verirsiniz, kömək edirsiniz. Bunun özü bir mənəvi dayaqdır. Gəlin elə, həmişə də nə qədər ömrümüz var, belə bu Sumqayıtda, necə ki, bir ailə kimi biz mehribanlaşmışıq, vəhdət yaratmışıq, elə axırınacan da belə aparaq. Bax, buradan da, indi qoy deyim onu,
Mən oranın adını bilmirəm, o qabaq Nicat idi. Yəni orada iftar süfrəsi olacaq. 1, 2, 3. Tələsmə. Qıya baxıram. Adam çox olanda səhər kimi çıxır. Allah siz düşmürsünüz, sonra gəlib çəkdirərsiniz. Ev yoxdur. 1, 2, 3 getdi. Baxın. 1, 2, 3. Bir de salla şeyden geçesin orada. Ya Allah. Ya Allah. Bugün Mart ayının 12'si İkinci Qarabağ müharibəsi şəhidi Rüfət Zöhrəboğlu Mustafayevin mövlud günüdür. Şəhidimiz gənclər, şəhidimiz əslən Qubadlıdan olsa da Sumqayıt şəhərində dünyaya göz açmışdır. Ali təhsillidir, subaydır. ...2020-ci ildə Suboxşanda mən rəqəmi bilmirəm, 13-üdür yoxsa 14-üdür dəqiq. O günlərdə gözlərini dünya aşağıdan əbədi olmuşdur. Rüfət 24 yaşında şəhid. Nə görür həyatda? Elə məktəb görür, ondan sonra dərs görür, gəlib, ali məktəb görür, ora gedib. Sonra məktəb qutarıb indi, biraz orada-burada işləyibsə, ondan sonra da ki, əskəri xidmət və talih, qismət, belə bir iş gəlib çıxıb ortalığa. Sizləri salamlayırıq, dəyərli şəhid anaları. Allah sizlərə səbirlər versin. Dünyada bax, hərdən belə şeylər də olur. Amma istəməzdik ki, ailələr belə çətinliklərlə, müsibətlərlə üzləşsinlər. Amma neynəmək olar ki, bizim əlimizdə ixtiyar olsaydı, mənim şeirim var da bilirsiniz ki, o çox şeyi mən pozardım, yenidən də yazardım. Amma onlar bizə verildi, bizə məhdudiyyətlər qoyulub bu barədə. İndi isə, əziz dostlar, şəhidimizin və şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Azərbaycanın dövlət himni səslənəcək. Sükutla yad edeyim. Sükut elan olunur. Allah rəhmət eləsin. Məclisin qəbul olmasını diləyirəm. İnşallah veriləcək iftar süfrəsinin şəhidimizin adına Allah ali dərəcədə qəbul eləsin. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Allah ruhlarını şad eləsin. Rüfət qardaşımızın mövluduna cəm olmuşuq. Neçə ildir ki, belə mərasimlər, tədbirlər təşkil olunur və bizə də qismət olur, iştirak edirik. Bugün də həmçinin rüfət sözü ucalıq deməkdir, yüksəliş deməkdir. O sözdür ki, Quran-ı Kərimdə də həmin söz işlənib, elə yüksəliş mənasında. Həqiqətən də adına uyğun olaraq şəhidlik rütbəsinə yüksəldi. Şəhidlik həqiqətən də çox uca bir məqamdır. Peyğəmbərimizin dövründə deyirlər bir cavan Allaha dua edərkən Peyğəmbərimiz onun duasını eşidir və həmin şəxs Allahdan bunu istəyir ki, ilahi, mənə dünyada ən gözəl nədirsə onu bəxş elə. Adam bəzən öz belə deyək, gözəllik həqiqətən də nədirsə onu bilmir, daha ucalıqdan bəzən xəbərsiz olur. Ona görə də Allaha belə bir dua edir. Peyğəmbərimiz onun bu duasını eşidəndə deyir, əgər onun bu duası qəbul olsa, Allah ona şəhidlik bəxş edir. Çünki şəhidlikdən ucalı, böyük, uca bir məqam yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhları bizə duacı eləsin. Belə bir mənəvi ayda, mübarək Ramazan ayında artıq keçən dəfə əziz şəhidimiz Abdullahın məclisində iştirak elədik. Bugün Rüfətin məclisində həm Ramazan süfrəsidir, həm şəhid süfrəsidir. Allah Teala tutduğumuz oruçları qəbul eləsin, şəhidimizin əziz ruhuna xatir bizim bütün hacətlərimizi bizim üçün rəva eləsin. Allah razı olsun şəhid analarının, şəhid atalarının qarşısında baş əyirik və əziz şəhidimizin valideynlərinə, atasına, anasına Allahdan səbir diliyirik. Allah razı olsun, Allah qəbul eləsin. Allah sizdən razı olsun. Sağ olun, var olun. Sonra qohumlar, burada olan ictimaiyyət adamları, tədbirdə iştirak edən hər kim hüququ var, ondan sonra haqqı var ki, əgər ürək sözü, bir tövsiyəsi varsa, buyurub deyə bilər. Ondan sonra elə olmasın ki, gedib desinlər ki, bizi için şərait yaratmırlar, dedik, belədir, belədir, bizə qulaq asmadılar. İndi burada qardaşlar da var, onlara söz verməmişdən qabaq, qısa metrajlı bir şeir deyəcəm inşallah sizlər üçün. Ne diyeyim bu dünyadan ki, ne diyeyim bu dünyadan ki, gülzarımdan ayrı düştüm. Ne diyeyim bu dünyadan ki, gülzarımdan ayrı düştüm. Solmuş çiçeğe, kaldım həsrət yaşıl çəmənə. Budağımdan, yaşıl yarpağımdan ayrı düştüm. Talihim tuş etdi məni çovğunlu qışa, rahat həyatımdan, xoş güzaranımdan ayrı düştüm. Yandıra bilmədim Novruzun şamını, könlümü şad edən baharından ayrı düştüm. Biqərar qəlbim yandı pərvanə tək. Biqərar qəlbim yandı pərvanə tək. Məzruna dönüb doğma diyarımdan ayrı düşdüm. Bu ateşi qəlbimdən kimsə söndürmədi. Məni şad edəcək şirin arzularımdan ayrı düşdüm. O mənəm ki, cəfalara, dərdlərə dözdüm. O mənəm ki, bu qədər cəfalara, dərdlərə dözdüm. El obamdan, doğmalarımdan ayrı düşdüm. Dostlar, bir gün mən də ölsəm,
Deyirsiniz, gözümün ağı qarasından ayrılmışdı. Allah şəhidimizi və şəhidlərimizi cənnət rəhmət eləsin. Allah xalqımızı, elimizi, obamızı, cəmaatımızı qorusun. Xahiş edirəm, mamlıqla sakit. Atam kənddə bizə bir ev tikirdi. Atam kənddə bizə bir ev tikirdi. Düşdü müharibə, qaldı yarımçıq. Aylarla, illərlə qaçqın, köçkün yaşadıq. Çadırlarda, bağçalarda, məktəblərdə soyuq divarlar arasında məskunlaşdıq. Yadımdadır, səhərlər nənəm təndiri qarardı. Çörəyin ətri bütün kəndə yayılardı. O illər necə də şirin çağlardı. Süfrəmizdə hər nə desən vardı. Motal şoru, süzmə, qatı, qaymaq, göy kətənin dadından heç doymazdı. Mirsədi Baba and yerimizdir. Mirsədi Baba and yerimizdir. Mirlər gözəl məkan, fəxrimizdir. Ağaçay, Həkəri, Bərgüşad, uzun hörülü gözəlimizdir. Yaz, payız balığından tutardıq. Suyunda yuyunardıq. Mal qaranı aparıb, orada sulardıq. Kəndimizin üstə uca dağları vardı. İnsanı valeh edən sıldırım qayaları vardı. Zirvəsinə şahid qartal qonardı. İllərlə bu gözəlliyə həsrət qaldı. Atamın bir köhləni vardı. Hər gün qaşqasından öpüb hörüklərim darardı. Bizi tərkinə alıb yaylarlara aparardı. Oradan Laçının dumanlı dağlarına baxardı. Amma nə edim ki, mən yurduma çox gec qayıtdım. Amma nə edim ki, mən yurduma çox gec qayıtdım. Buranı tərk edəndə çox cavandım. Talihə bax ki, qürbətdə qocaldım. Talihə bax ki, qürbətdə qocaldım. Baxıb atamın dağılmış yurduna yandım, yaxıldım. Bir vaxtlar burada xoş çağlarım vardı. Bir vaxtlar burada xoş çağlarım vardı. Göz bəbəyi kimi qoruduğum oyuncaqlarım vardı. Təzə paltarlarım, ayaqqabılarım vardı. Atam məni hamıdan çox istərdi. Hər gün gözlərimdən öpərdi. Başımı sığallardı. Düşdü müharibə. Hərəmiz bir yana köçüb dağıldı. Mənim gözəl yurdum nə biçimi oğullardan yadigardır. Bir qəhrəmanımız var. Adı Qəziyənli Yusufoğlu Əliyardır. Siyahıda neçə oğullar da vardı. Mən bu şeiri şəhid Rüfətə xatir yazdım. Çünki Rüfət də əslən Qubadlıdandır. Tək övladdır. Aman zamandır. Çox eyib. Yurdumuzu azad görmək ona qismət olmadı. Çox eyib. Yurdumuzu azad görmək ona qismət olmadı. Onu da o biri qəhrəmanlar kimi bayrağa büküb sol mənzilə yola çaldıq. Gözümüz yaşlı,
ondan ayrıldı. Allah şəhidimizə və şəhidlərimizə rəhmət eləsin. Allah şəhidin yaxınlarına, anasına, atasına, doğmalarına səbirlər versin. Bu, indi nəyi bacarmışıqsa, orada çox səhnələr var, mən onları salmamışam. Amma yazmışam, çox şey yazmışam. Çünki orada adlar vardı, adları salmadım. Nəyə görə? Məsələn, tanıdığım adamlar var, tanımadığım var. Sonra deyəcək ki, neçə ildir bu şəhid ailələrlə çalışır, hamı sakit dayanır. İndi də bax, bu məclisimizdə iştirak edir. Mən biləni şəhidimiz rüfətçində kitab yazıb, müəllifidir. İnşallah ona uğurlar diləyirəm və sözü ona verirəm. Buyurun Esnaf. Bugün evin yeganə evladı, atanın, ananın tək oğul payı, tək ümidi, tək dayağı, rüfətimizin dünyaya gəldiyi gündə. Azərbaycan onun məzarını ziyarət edəndə əbirimizin anası bir söz işlərdi ki, Allah'ına xeyirlər verib toy edərlər, amma biz babamız üçün yasını tuturuq. Həqiqətən ağır cümlədir. Ürəyim parçalandı. Həqiqətən indi şəhidlər xiyabanını ziyarət edən analar əksəriyyəti balasına vağzal çaldıra bilməyib, amma yasını tuturur. Səbir diləməkdən başqa da əlimizdən heç nə gəlir. Mən bugün qəhrəmanım üçün bir şey səsləndirmək istəyirəm. Heç kimsə sən deyil, sən ola bilməz. Boş qalan yerini doldura bilməz. Tutub ümidlərin sınan qolundan, o məzar başından qaldıra bilməz. Sən ki tək uşaqdın, ata, anana. Can qurban edərlər, can yaldırana. Kaş belə zamansız geçməzdin Rüfət. Kaş nəvə bəxş edə biləydin ona. Solub baxışları, küsüb həyatdan, çəkib əllərini bu kainatdan, dikib gözlərini divar küncüyə, oradan boylanan sənli saatdan, budaq yarpağına dönüb ürəyi, gedib ümidləri, gedib gərəyi, səninlə birlikdə köçüb məzara, şirin arzuları, xoş gələcəyi. Xiyaban yoluna düzülüb indi, yol boyu gözündən süzülüb indi. Hər zaman səninlə həyata gülən ananın dodağı büzülüb indi. Hər zaman səninlə həyata gülən ananın dodağı büzülüb indi. Biz 5 ildir Afət ananın bir dəfə gözlərinin içinin güldüyünü görməmişik. Nə gözünün yaşı dinib, nə qəlbinin bala həsrətinə təsəlli olan heç nə olmuyor. Doğum günü mübarək olsun qəhrəman. Özün ola bilməsən də ruhun anana, atana kömək olsun. Lilpark şairə Lilpark xanım buradadır. Ona belə
məsləhət oldu ki, ona da söz verəcəm, onun ürək sözləri var. Vətən torpaq yolunda canından keçən şəhidlərimizin ruhu şad olsun. Mən də burada şəhidlərimizin dilindən yazılmış bir şeir səsləndirəcəm. Bu soyuq torpaqda cismim üşüyür. Bu soyuq torpaqda cismim üşüyür. Həsrətin soyuğu yamandır ana. Ruhumu göndərdim Tanrıya qonaq. Getdiyim yollarda dumandır ana. Günəş parlayanda səmaya boylan. Bəlkə də ruhumu görərsən orada. Gecələr ulduza dönürəm hər gün. Mən işıq salıram müqəddəs yurda. Burada təkcə səndən nigaranam mən. Qəlbinə bir oğul dərdi vermişəm. Görəydin qanatlı bir quşa dönüb səni görmək üçün kəndə gəlmişəm. Sən məni görməzsən, axı mən ruham. Əllərim hər zaman çiynində olub. Üzünə baxmağa gücüm çatmayır. O gözəl gül çöhrəm saralır, solur. Rüfət deyə ağlama daha. Məni öz yanına aparıb Allah. Sənin gül bağçanda güllər içindən ən gözəl bir gülü qoparıb Allah. Fəxr elə qəhrəman doğmusan ana. Fəxr elə qəhrəman doğmusan ana. Şəhidlik hər kəsə qismət olmayır. Çoxdur bu dünyadan nakam gedənlər. Şəhidlər, şəhid tək heç biri yadda qalmayır. Ruhu şad olsun Rüfət xanımız. Yadımıza gəlir analar. Əslində İlqar xanımın təqdimatı oldu, kitab yazmışdı. Özdəki bir yox, cəmi şəhidlərə ona təşəkkür edirik, var olsun edirik. Allah ona uğurlar nəsib eləsin. Bax, belə şairələrimiz var ki, doğrudan da deyirlər, şəhidlərimiz üçün müəyyən işlər görürlər ki, onları tanımayanlar tanısın. Necə də bir zamanlar xoş günlərin vardı. Necə də bir zamanlar xoş günlərin vardı. Hamısını bir sabah qəmlər apardı. Getdi hər şey bir göz qırpımında. Ayrılığın həsrəti sübh-ü şah ürəyini yandırdı. Qalmadı tabın bu ağır yüklərə. Dərdin səni düçar qıldı, tufanlara, sellərə. Talehin səni saldı, səhralara, çöllərə. Biçarə gözlərin hər yerdə məni axtardı. Necə də ümidliydin yaxşı günlərə, əvəzində düşdün ağır durumlara, ağır illərə. Artıq su da fayda verməz solan güllərə. Soldurub bağ-bağçanı, yaşıl yarpaqları xəzan qopardı. Biz ayrılandan hər ikimiz həsrətdə qaldıq. Mən torpağın altında, sənsə torpağın üstə dayandın. Ayları, illəri bu cür yola saldıq. Mən bir söz demədim, amma sən hər gün ağladın. Mən bir söz demədim, amma sən hər gün ağladın. Mənsiz məskənin zülmət otaq, soyuq divardır. Əllərim sənə çatsaydı, deyərdim qucaqla məni. Əllərim sənə çatsaydı, deyərdim qucaqla məni. Heç olmasa ən azından bağışla məni. Məni heç bir zaman unutma, yaxşı xatırla məni. Sənə olan sevgim qatardır. Görürsən, səndən heç kimi xəbər almıram. Hərənin öz dünyası, hərənin öz yolu, öz dünyası var. Bircə səndən çox narahatam. Kimin sənin tək mənim üçün ürək ağrısı var. Bugün ad günümdür,
bugün son bahardır. Çox tez dəyişdi səni çətin zamanlar. Elə bir ki, küləkdir, əsib keçdi o duyğular, o arzular. Təkcə ölmədi, yaşadı xəyallar. Həyat bir əfsanədir, bir anda ayrılıq düşər, bir anda yox olar. Arzular qalmasa da, yaşar xəyallar. Talihim yağdırdı məzarıma, soyuq qarları. Mən də danışıram, amma nə edim ki, sənə səsim çatmır. Mən də danışıram, amma nə edim ki, sənə səsim çatmır. Sənin indi hər şeyin var, təkcə bir nəfərin, bircə kəsin çatmır. Biz ayrılandan şadlığın matəmə döndü. İndi heç yerə getmirsən, çünki mənsiz həvəsin çatmır. Çox tez bizi tərk etdi həyatın şirin çağları. Allah şəhidimiz Rübətə və onun simasında cəmən şəhidlərimizə rəhmət eləsin. Əgər geri dönə bilsəydim, deyərdim, məni bağışla. Bağışla məni, nə olur, bağışla. Məni o gün olmadı ki, xatırlamayasan. Ürəyində mənimlə deyib danışmayasan. Pərvanə tək məndən ötürü yanmayasan. Sevənlər sonunda ya dəli olur, ya da kör olur. Məni bağışla, bağışla məni, nə olur, bağışla. Nə pis yerdə axşamladıq, bir ixtiyar, nə pis ayrıldıq. Bizi ayırdılar, ayrılmadıq. Çox tez bir-birimizə həsrət qaldıq. Yenə gözlərin nəmlə dolur, məni bağışla, bağışla məni, nə olur, bağışla. Bir vaxtlar səs-küylü olan otaqlar indi sükuta qərq olub. İndi sükuta qərq olub, nə qədər ki vardın, evimizdə hər gün bahardır. Gedişimlə payız xəzanı, hər şey soldurub, hər şey köhnəlib, pəncərədəki dibçəklər də quruyub, solub. Məni bağışla, bağışla məni, nə olur bağışla. Qəmi çox olanın dərdi böyük olar, canı yandıqca gözləri yaşarar, ürəyi nə səbr edər, nə aram olar. Keçmiş xatırlar, keçmişlə yaşar, hara üz tutsan da qəlbin qəm, kədər bulur. Məni bağışla, bağışla məni, nə olur bağışla. Tənha adamlar qərib olar, qəlbi sevinər, nə qəlbi sevinər, nə ürək şad olar. Gözü yoxlara baxıb qalar, ümidsiz könlü bir dəfəlik bərbad olar. Məni yad etdikcə könlünə həsrət dolur. Məni bağışla, məni bağışla, bağışla məni, nə olur bağışla. Vətəni sevmək imandandır, məhəbbətdir. Vətən üçün ölmək özü də bir səadətdir. Bayraqlara bükülmək ləyaqətdir, sədaqətdir. Şəhidlər tarixin səhvəsində əbədi cavan qalır. Məni bağışla, bağışla məni, nə olur bağışla. Bağışla, bağışla, məni bağışla. Bağışla məni, nə olur bağışla. Allah şəhidimizə rəhmət eləsin, Allah səbir versin. Kim istəyir vətən üçün şəhid olan bu əskəri, xəlqi daim xatırlasın, unutmasın. Onun nə bacısı var, nə qardaşı. Baxıb qəmli talihinə, mələklər də yad sanırsın. O ölməz bir qəhrəmandır. Hünəri düşmənlərə yaddır. Demə ki, ölüdür, məzarda yatır. Layiqdir məzarına, bayraqlar da kölgə salsın. Artıq 4 ildir, yağış, qar yağar məzarına. Canım qurban onun solmuş baharına. Bir payız əsli xəzan gülzarına. Deyin küləklər məzarına, həzin əfsin, buludlar ağlasın. Düz 4 bahardır mən onsuzam, düz 4 bahardır mən onsuzam. 1620 gündür oğulsuzam, ateşdən yanar canım, susuzam. Çarəsizəm, qolsuz, qanadsızam. Deyin onun qəmli talihinə, canım necə yanmasın.
o könüllərdə yaşayan bir qəhrəmandır. Məzarda yatsa da əbədi cavandır. Ondan ötürü könlüm nalandır. Onsuz yurdu dağılmış biriyəm, halım yamandır. Ağlamaqdan gözlərim torandır. Elə bir ki, hər tərəf dumandır. Onsuz qalan bu evlərdə deyil qəmlər məndən ayrılmasın. Var oğullar vətən üçün candan keçər, vətən üçün yaşayar, vətən üçün ölər. Ata anası gecə gündüz yolun gözlər, vətən bayrağı məzarına keşik çəkər. Sözüm budur, kim ki istər aqibəti xeyir olsun, gərək şəhid adın uca tutsun. Gərək şəhid adın uca tutsun. Gözlərimi yumaraq xəyallara dalıram. Aldığım hər nəfəsdə gül qoxunu alıram. Gəzib soraqlayıb səni eldən, obadan bir diləyim var mənim yalnız Allah babadan. Qayıtsın geri zaman, rüfət yenidən doğur. Səni bərk qucaqlayıb ayrılmayaq heç oğul. Gəzək yenə üçümüz verib əl-ələ qoşaq. Xoşbəxt həyat yaşayaq, vuraq ömrü başa. Nə ayrılıq, nə hicran, qismət olmasın bizə. Sinəmiz ağlanmasın, heç yaş olmasın gözəl. Ağaran saçımı, qara örpəyi mənə miras qoyub getdin ay oğlum. Könlümdən yaşamaq həvəsini alıb sürünən bir ölü etdin ay oğlum. Bəlalı başımız gör nələr çəkdi, daima gözlərim göz yaşı tökdü. Bağrımın nə üçün əlinlə sökdün, yerində bir heykəl dikdin ay oğlum. Fırtınalar əsti, dünyam qaraldı. Xəbərin yayıldı, hamı yığıldı. Quranlar oxundu, çadır quruldu. Qəbrinə qızıl gül əkdim ay oğlum. Yuxuda gördüm ki, məni öpürsən. Saçıma əlinlə sığal çəkirsən. Məkkədə özünə bir ev tikirsən. Səslədim, dumanda ittin ay oğlum. Səslədim, dumanda ittin ay oğlum. Bəli, bizim balalarımız haharlayırıq, çağırırıq, özümüz öldürürük, amma bizim səsimiz onlar eşidir, biz görmürük, duymuruq. Elə bilirik ki, eşidirlər. Balalarımızı gənc yaşda, körpə yaşda qara torpaq vurdu. Onlar ana vətənin qucağında elə bərk yatırlar ki, bizə səbir dönməyə bəlkə də heç fikirləri yoxdur. Məkanları cənnət olsun. Bu geniş dünyaya sığmayan oğlan, indi dar məzara necə sığırsan, bir dəqiqə yerində durmayan oğlum, sakitcə üzümə durub baxırsan. Susuzluq, azlıq nə qəti bilmədin. Ütüsüz paltarı heç vaxt geymədin, istəyə dözmədin, soyuq sevmədin. Buz kimi məzar necə yatırsan? Xəyallar quranda bizsiz qurmadın. Həyatda heç zaman bizi yormadın. Sən bizdən bir dəqiqə ayrı durmadın. Bəs indi nə üçün bizi atırsan? Danışıb gülməyi oğul sevərdi. Bizə xoşbəxtliyi sən bəxş edərdin. Bütün şəkillərdə gülümsəyərdin. İndi baş dışından necə baxırsan? Başımı heç zaman əymədin oğul. Bir tikə sən haram yemədin oğul. Ömründə acı söz demədin oğul. İndi isə yandırıb yaxırsan.
məni yaxırsan. Allah şəfa versin sənə. Allah həm də səbr versin sənə. Çox ağır imtihan, çox ağır dərd və müsibət qarşısında qalırsan. Allah kömək olsun sənə. Sən içindən buradakı cəmaatımızın. Onu ildən sonra tapdım nəzir niyazi ilə. Bəslədim mən böyütdüm səni halal ruzi ilə. Adını qoydum Abdullah, şükür etdim Allaha. Haqqın yolunu gedib itayət etdim Allaha. Abdullah namaz qıldı, aşıqı oldu əlinin, namusunla qorudu vətəninin, qız gəlinin. Qarabağda vuruşdu, tanındı öz namı ilə. Ruhunu təslim etdi, tək olan bir Allaha. Bəli, şəhidlərimiz, Abdullah balamız, Vəd balamız, bütün şəhidlərimiz öz namı ilə tanındı, qəhrəmanlığı dünyaya səs saldı. Canından keçmək bahasına olsa da vətənini xilas elədi. Dünən Abdullah balamızın da təbiri. Mən çox əfsus var ki, gələ bilməmişdim. Amma özümə söz verdim ki, bu gün səsim belə olsa da bu gün özümə boz verdim. İki şəhidimizin insanda bütün şəhidlərimizin şəhidləri yad edir. Əhməd qardaş, çox sağ olun. Dərdiniz dərdimizdir. Çox sağ olun. Təşəkkür edirəm. Allah şəfa versin sizə. Elə bir qüdrətim olsaydı əgər, ötən günlərimi geri qaytarardım. Ötən günlərimi geri qaytarardım. Tapıb bəxtimə yazılmış qara günləri ömür kitabından bir-bir silərdim. Silərdim ürəyimdən solmuş baharı, yenidən təzə tumurcuqlara, yaşıl yarpaqlara yazardım. Silərdim başıma gələn müsibətləri, silərdim dərdimi, acı kədəri, silərdim çəkdiyim bütün əziyyətləri, əvəzində ağaran saçlarımın rəngini qara yazardım. Silərdim bəxtimin tozlu aynasın, silərdim bəxtimin tozlu aynasın, silərdim qəlbimin ağrı acısın, könlümün naləsin, ürəyimin yarasın, qoymazdım bəxtimin bağın, bağçasın, sel suyusun, xəzan aparsın, bəxtimə yağan bu soyuq qarları susuz çöllərə, səhralara yazardım. Silərdim ayrılıq gətirən bütün sözləri, silərdim ayrılıq gətirən bütün sözləri, zülmət gecələri, çətin günləri, gözlərimdən axan acı yaşları, küsmüş buludlara, yağan yağışlara yazardım. İxtiyarım olsaydı, bir kəsə dərdimi söyləməzdim. Səbr edib çətinliklərə bir təhər dözərdim. Dərdimi nə dilə gətirərdim, nə bir kimsəyə deməzdim. Silərdim dosta, qardaşa, danışıb dediyim qəmlərimi, şikayətimi təkcə Rəbbimə, Pərverdigara yazardım. Quranda bir surə var, adına deyərlər Taha. Bir oğul itirdim, Musa kimi dünyadan daha. Quranda bir surə var, adına deyərlər Taha. Bir
bir oğul itirdim Musa kimi dünyadan baha. Aslan pəncəli, şux qaməti əcdaha, ondan bu dünyaya gəlməz bir daha. Acarsaydım, silib məzarından adını, əvəzinə öz adımı bütün daşlara, divarlara yazardı. Qalmışam bu çöllərdə darda, yurdum harda, mən harda, ömr etdim tufanda, qarda, küstü məndən, qohum, qardaş, yarda. Qüdrətim olsaydı, silib sinəmdəki ahimi, haqqı danan, zalimlara yazardım. Qələmimlə fəth etsəm də könülləri, çox görmüşəm dünyada ağlayan gözləri, ünvanıma deyilən o xoş sözləri, şöhrəti, şərəfi, həm hünərləri silib adımın əvvəlindən yalnız qəhrəman oğullara yazardım. Yalnız qəhrəman oğullara yazardım. Allah şəhidimizi rəhmət eləsin. Allah. Bismillahirrahmanirrahim. يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عليم بالظالمين قل إن الموت الذي تفرون منه فإنه ملاقيكم ثم تردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون فإذا قضيت الصلاة فانتشروا في الأرض وابتغوا من فضل الله واذكروا الله كثيرا لعلكم تفلحون وإذا رأوا تجارة أو لهوا انفضوا إليها وتركوك قائما قل ما عند الله خير من اللهو ومن التجارة والله خير الرازقين صدق الله العلي العظيم. İnşallah okuduğumuz bu Cümə surəsinin sevabını bütün şəhidlərimizin ruhlarına hədiyyə edirik. Bu niyyətə bir salavat çekirik.
Şamil qardaşımız, burada balamız iştirak edir. Şamilin bir yaxdandan, bəlkə bir saat bundan qabaqda deyib ki, mənim şəhid Rüfət Mustafayevin anasına hədiyyəm var. İndi keçləyən orada, burada biz eləmişik, onlar bura gələn deyirlər. Və şəhid Hərbi qalbiyatından qaldı. Bir yağa şəhid Məhəmmədəmin anamızdır, böyük. O ürədən hədiyələr, baxın. Baxın. Allah eləsin. Şəhətəm, baxayır. Allah sağ olsun. Bu ürəkdən şəhətlərimizin yazılır. Hər gündən şəhətə, siyahlar, əvvələ hər gündə şəhətlər bizim qovuzumuzdur. Çox sağolun, yaşalar. Allah olsun. Mən bir söz demək istəyirəm. Bu Şamil balamızın nişan mərasimi olub, bunun Allah qoysa toyu olacaq. Mən hamını o toyda şəhid anaları, ataları hamısını oradan görmək istəyirəm. Allah köməyin olsun, Asay. Şamil, sən en sabah bu şəhidləri unutmadın. Sən həmişə orada olmuşsan, bizim yanımızda olmuşsan, var ol, sağ ol. Allah sana xoşbəxtlik arzu edir. Hamımız sana xoşbəxtlik arzu edir. Sağ olun. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ تنزل الملائكة والروح تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر. بسم الله الرحمن الرحيم اللهم لك صمت وعلى رزقك أفترت وعليك توكلت يا واسع المغفرة اغفر لي يا واسع المغفرة اغفر لي يا واسع المغفرة اغفر لي İlahi senin rızan için oruç tuttum ve senin verdiğin nimetlerle orucumuzu açırıq ve sana tevekkül edirik. İlahi sen bağışlayansan, sen bizleri bağışla. Allah bütün oruç tutanların, tutmayanların da inşallah, duaların, oruç tutanların da inşallah, oruçların kabul edersin inşallah. Tevekkeltu ya vasiyel mağfireti ihbirli. Ya vasiyel mağfireti ihbirli. Ya vasiyel mağfireti ihbirli. Allah kabul eləsin deyirik. Allah şəhidlərimizə rəhmət eləsin deyirik. Bismillahdır, Bismillah eləyirik. Görəm ki, məni gözləmədir. Elə müqəddəsim özüm üçün dedik.